Aydındır ki, Quranın amalı insanları hədislərdən uzaqlaşdırmadır. Bəli. Hədisləri Quranla müqayisə edəndə təbii ki, aydındır ki, dini biliyi az olan insanları hədəf kütləsi kimi tutub. Deyir ki, məsələn, filan hədis kitabı neçə cilddir, filan hədis kitabı neçə cilddir, Quran isə bir cilddir. Bunu sanki təzə İslamı anlamaq istəyən insan elə başa düşür ki, mütləq bu hədisləri oxumalıyıq, sonra Quranı oxumalıyıq. Məgər bu belədirmi? Yox, hələ deyil təbii ki. Hələ deyil təbii ki. Onu oxuyur müəyyən qism insanlar, alimlər. Aydındır. Allah da deyir ki, get alimlərdən soruş. Aydındır. Bilirsiniz də qardaşlar, bunların bəziləri var Türkiyədə. Hədis inkarçısıdır. Qurana təfsir yazır. Təsəvvür etirirsiniz. Yəni hədis inkarçısıdır. Qurana təfsir yazır. Yəni özündən nəsə yazılsa da təfsir. İndi Elhamdülillahi Rabbil Ələmin, həmd aləmlərin Rəbbinə məxsusdur. Sözündə nəsə izah eləyəcəksən. İzah eləyəcək. Ya qardaş, neyin demək sən izahı? Elə izaha ehtiyac varsa, onda İbn Abbasın izahı, İbn Məsudun izahı səndən yaxşıdır. Ya, eləməyəcəksənsə, onda buraxırsan Quranı insanların ağıllarına. Yəni hələ bir kim necə istəyir başa düşsün. Yox, sən kim başa düşməlidir? Yəni özünə dəvət edirsən. Onda elə səndən desə elə dediyim kimi onlar daha xeyirli. Başa düşülmək üçün. Aydındır? Bu deyir ki, gəlin mənə qulaq asın. Bunların məqsədi odur ki, gəlin. Çünki avamları şey eləyir, dəvət eləyir. Avamlara çatdırmaq istəyir nəsə. Bilməyənlərə. O insana yalnız bilməyən tabi ola bilər. Bilən insan heç vaxt tabi ola bilməz. Bilən insan heç vaxt tabi olmaz ona. Heç vaxt. Mümkün deyil. Mümkün deyil. Biraz başı çıxır. Biraz başı çıxır. Təsəvvürə gətirirsən, bir kitabdır, gətirib vermirsən Azərbaycan dili bilənin birinə. Məsələn, tip kitabı. Oxuya bilir az-az. Oradan nə versin oxuyacaq. Başa düşüb izah eləmək həkimlərə aiddir. Həkimlərin də hamısı yox. Hamısı hər kitabı izah eləyə bilməz. Öyle kitab var ki, ona elə həkim var ki, deyə qardaş, bu bizim bir dənə professor var, ona vermək lazımdır. Deməli, yəni izah eləmək əhlinə qayıdır da, əhli onu izah eləyir, şərh verir. Aydındır, Allahın kitabı da belədir. Biz sənin üzərində zikri nazil etdik ki, onlara nazil olanı izah eləyəsən.